Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefkahu qavli. Əziz qardaşlar, möhtərəm müsəlmanlar, Allah Teala bu məclisi hər birimiz üçün xeyirli, faydalı etsin. Deməli, biz bugün yenə Allahın izni ilə sizinlə övladların tərbiyəsində üçüncü əsas barəsində danışacaq. Üçüncü əsas dua etməkdir. Yəni, övladlara dua etmək və bu da çox mühüm məsələdir. Müəllif qeyd edir ki, övladlar üçün dua etmək məhz onların salih və doğru istiqamət üzərində olmasında ən mühüm əsaslardan biridir. Övladlara dua etmək, onların həm salih olması və həmçinin doğru, düzgün istiqamət üzərində olmasında ən əsas və ən mühüm məsələlərdəndir, əsaslardandır. Deməli, əziz qardaşlar, burada dua etmək, övladlara dua etmək deyildikdə, övlad dünyaya gəlməmişdən əvvəl belə bunu etmək lazımdır. Necə ki, burada müəllif də onu qeyd edir. Yəni, bu dua övladlar dünyaya gəlməmişdən əvvəl övladlar üçün olunmalıdır. Və həmçinin də övladlar dünyaya gəldikdən sonra belə o övladların islahı üçün və həmçinin doğru, düzgün iman və itaat üzərində yaşamaları üçün və islah olmaları üçün, Allahın dinində sabit qalmaları üçün də dua etmək lazımdır. Deməli, burada müəllif qeyd edir ki, insana evlad verilməmişdən qabaq, evlad dünyaya gəlməmişdən qabaq həm insan, valideyn dua etməlidir, Allahdan xeyirli, salih övlad istəməlidir və həmçinin evladlar dünyaya gəldikdən sonra Allah Teala insana, valideynə övlad bəxş etdikdən sonra və xeyirli zürriyyət olması üçün mütləq valideyn dua etməlidir. O evladların doğru yol üzərində olmasında, Allahın dini üzərində sabit qədəm olmasında və həmçinin islah olmasında mütləq valideyn evladları üçün dua etməlidir. Fikir verirsiniz, əziz qardaşlar, bu məsələdə peyğəmbərlər əsas nümunədir. Hər bir müsəlman da peyğəmbərləri özünə nümunə götürməlidir. Diqqət edin, İbrahim əleyhissalam, Allah Teala İbrahim əleyhissalam barəsində bizə xəbər verərək o belə dua etmişdi. Rabbi həbli minəs salihin. İbrahim əleyhissalam Allaha dua edir ki, ey Allahım, ey Rəbbim, mənə salihlərdən olan övlad bəxş elə. Fikir verin, İbrahim əleyhissalamın bu duası övlad olmamışdan əvvəldir. Nə üçün müəllif yuxarıda qeyd etdi ki, həm övlad olmazdan əvvəl valideynlər dua etməlidir və həmçinin də övladlar olduqdan sonra dua etməlidir. Diqqət edin, əziz qardaşlar, hər bir müsəlman bu məsələyə önəm verməlidir. Və bugün xüsusilə də müsəlmanlar bu vəziyyətdə, bu cəmiyyətdə, bu duruma diqqət yetirməlidir. Əgər istər gənc evlənən cütlük olsun, ailə olsun, mütləq evlad dünyaya gəlməmişdən qabaq Allaha dua etməlidir. Xeyirli, salih evlad olması üçün. Və eyni zamanda da evladı olan hər bir valideyn də öz övladının salih olması üçün, Allahın dini üzərində sabit qədəm olması üçün, xeyirli evlad olması üçün mütləq dua etməlidir. Fikir verin, İbrahim Peyğəmbər barəsində Allah Teala bizə xəbər verir. Öz dostu barəsində, xəlili barəsində. Hansı ki, o Allaha belə dua edərdi ki, Rabbi həbli minəs salihin. Ey Rəbbim, mənə salihlərdən olan övlad bəxş elə. Hansı ki, övlad olmazdan əvvəl. Və başqa bir ayədə İbrahim əleyhissalam baxın necə dua edir. Allaha dua edir ki, Rabbi cəalni muqiməs salati və min zurriyyəti. Ey Rəbbim, məni də, zürriyyətimdən olanları da namaz qılanlardan et. Artıq İbrahim əleyhissalamın duası, fikir verin, məni də və zürriyyətimdən olanları da. Yəni, artıq evladlar olduqdan sonra da hər bir valideyn dua etməlidir. Allahdan övladlarının salih olması üçün, Allahın dinində sabit qədəm olması üçün, namaz əhli, iman əhli, itaət əhli olması üçün dua etməlidir. Baxın, İbrahim əleyhissalam bizim hər birimiz üçün örnək olmalıdır, nümunə olmalıdır. Eyni zamanda digər bütün peyğəmbərlər. Fikir verin Zəkəriyyə əleyhissalamın duasına.
Zəkəriyyə əleyhissalam Allaha dua edir. Rabbi həbli min lədunkə zurriyyətən tayyibətən innəkə səmi'ud dua. Ey Rəbbim, sən mənə öz tərəfindən pak bir zürriyyət bəxş elə. Təmiz, pak bir zürriyyət yetir. Şübhəsiz ki, sən duaları eşidənsən. Fikir verin, Zəkəriyyə əleyhissalam Allahdan xeyirli, pak zürriyyət istəyir. Ona görə dəyərli qardaşlar, hər bir mömin kişi və qadın mütləq övladları üçün Allahdan xeyir, bələkət istəməlidir. Salih olması üçün, pak olması üçün, Allahın dinində olması üçün. Necə ki, olmamışdan əvvəl bunu etməlidir və olduqdan sonra da hər bir valideyn bunu etməlidir. Və yenə dəyərli qardaşlar, diqqət edin, aləmlərin Rəbbi olan Allah subhanahu və teala məth etdiyi, təriflədiyi o rəhmanın qullarının dualarına diqqət edin. Onlar Allaha belə dua edərdilər. Rabbənə həblənə min əzvacinə və zurriyyətinə qurrətə a'yun. Və onlar deyir, Allaha belə dua edərdilər. Ey Rəbbimiz, bizə gözümüzün nuru olacaq övladlar və həmçinin zövcələr bəxş elə. Bizə gözümüzün nuru olacaq zövcələr və zürriyyət bəxş elə və bizi müttəqilərə imam təyin et. Yəni başçı, rəhbər olaraq. Fikir verin, dəyərli qardaşlar. Allah subhanahu və teala'nın neymətindəndir ki, eyni zamanda Allah Taala'nın kərəmindəndir ki, Allah Taala valideynlər üçün övlada edilən duanı qəbul etmişdir. O valideyn ki, övladına dua edir, Allah Taala onun duasını geri çevirmir. O valideynlər ki, övladlarına dua edir, Allah Taala valideynlərin etdiyi duanı qəbul olunan və geri çevrilməyən dua olaraq təyin etmişdir. Fikir verirsiniz, bu barədə Rasulullah sallallahu aleyhi və səlləmdən hədis varid olmuşdur. Hədisə diqqət edin, Rasulullah buyurur ki, "Səlatu da'avatin müstəcəbət." Deyir ki, 3 deyir qəbul olunan dua var. Lə şəkkə fihinnə. Onların heç birində deyir şək şübhə yoxdur. Da'vatul valid, valideynin evlada etdiyi dua və da'vatul musafir, musafirin duası, yəni səfərdə olanın duası və da'vatul mazlum və məzlumun duası. Yəni zülmə məruz qalan kimsənin duası Allah dərgahında qəbul olunan dualardandır. Fikir verin, bu hədis onu göstərir ki, əziz qardaşlar, Allah Taala valideynin övlada etdiyi duanı qəbul edir, geri çevirmir. Ona görə də hər bir valideyn öz övladları üçün daimi xeyir dua etməlidir. Onlar üçün, onların salih olması üçün, xeyirli olması üçün, faydalı olması üçün, bərəkətli olması üçün mütləq onlara dua etməlidir. Və sonra mühüm məsələlərdən biri, əziz qardaşlar, müəllif qeyd edir ki, və hər bir şəxs gərək bu məqamda xüsusilə bu məsələyə də diqqət yetirsin. Valideynlər öz övladlarının əleyhinə bəddua etməkdən çəkinməlidir. Çünki bu çox təhlükəli məsələdir. Valideyn daimi övladına xeyir dua etməlidir. Xeyir dua Allah dərgahında qəbul olunur. Və qeyd edir ki, hər bir valideyn öz övladına bəddua etməkdən, şər dua etməkdən çəkinməlidir. Çünki bu çox mühüm məsələdir. Xüsusilə də qəzəb zamanında valideyn övladına qarşı əleyhinə dua etməməlidir. Ona görə əziz qardaşlar, onun etdiyi dua ola bilər Allah qatında qəbul olunsun. Sonra o ana və ata şiddətli dərəcədə peşmançılıq yaşayar. Ona görə müsəlman, valideyn, ata və ana övladlarına pis dua etməməlidir, bəddua etməməlidir və diqqətli olmalıdır. Əgər o, xüsusən də deyir, qəzəb zamanı, bəzən deyir, o əgər etdiyi təqdirdə o dua həyata keçərsə və sonra hər ikisi, ana və ata peşmançılıq çəkər. Və bu barədə də bizim dəyərli Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə xəbər vermişdir. Və bundan çəkindirmişdir. Hansı ki, valideynlərin öz övladlarının əleyhinə bəddua etməkdən. Diqqət edin hədisə. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, "Lə təd'u alə ənfusikum." Siz öz əleyhinəzə bəddua etməyin. "Və lə təd'u alə əvladikum."
və eləcə də siz öz övladlarınızın əleyhinə bəddua etməyin. Və la təd'u alə əmvalikum. Və həmçinin siz öz malınıza, əlinizin altında olan mala, mülkə bəddua etməyin. Fikir verin, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yoxsa deyir Allahın elə bir saatına muvafiq olarsınız ki, və həmin vaxt içərisində istənilən sizə verilər. Fəyəstəcibu ləkum. Və Allah deyir sizin üçün onu qəbul edər. Fikir verin duaya. Lə tuvafiqu minallahi sa'atan yus'alu fiha ata'un fəyəstəcibu ləkum. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allahın elə bir saatına müvafiq olmayın ki, həmin o saat içərisində istədiyiniz, həmin o vaxtın daxilində sizin o istədiyiniz sizə deyir verilər, sizə əta olunar və sizin üçün sizin duanız qəbul olunar. Allah sizin duanızı qəbul edər. Baxın, nə qədər təhlükəlidir. Valideyn bundan çəkinməlidir. Valideyn evladının əleyhinə bəddua etməkdən çəkinməlidir. Xüsusilə də qəzəb vaxtı. Fikir verin, Allah subhanahu və teala İsra surasında buyurur ki, وَيَدْعُ الْاِنْسَانُ بِالشَّرِّ دُعَاءَهُ بِالْخَيْرِ وَكَانَ الْاِنْسَانُ عَجُولًا. Allah Teala bu ayədə buyurur ki, insan özünə xeyir dua etdiyi kimi eyni zamanda da şər dua edir. Həqiqətən də deyir, insan deyir, tələskəndir. Ona görə dəyərli qardaşlar, insan tələsməməlidir. Bəddua etməkdən Allaha sığınmalıdır. Tabinlərdən olan Qatədə, Allah ona rəhmət etsin, buyurur ki, insan öz malına və eləcə də öz övladına lənət oxuyaraq ona lənət söyləyərsə, əgər Allah onun etdiyi duasını qəbul etsəydi, o zaman o həlak olardı. Allah onu həlak edərdi. Və həmçinin dahi alimlərdən olan, bu əsrin böyük alimlərindən olan təfsir alimlərindən Abdurrahman Əs-Sədi, Allah ona rəhmət etsin, fikir verin, buyurur ki, insanın qəzəb zamanında özünün əleyhinə və həmçinin öz övladlarının və malının əleyhinə bəddua etməsi onun bir mənalı olaraq cahilliyindən və həmçinin tələskənliyindən irəli gəlir. İnsan deyir, xeyir dua etməyə tələsdiyi kimi, eyni zamanda da şər dua etməyə, bəddua etməyə də tələsir. Bəli, əziz qardaşlar, hər bir müsəlman çalışmalıdır, öz övladlarına xeyir dua etsin. Və bizə bu üçüncü əsas nəyi öyrədir? Müəllifin bizə bildirmək istədiyi nədir? Övladlara çoxlu dua etmək, xeyir dua etmək və onların salih olması üçün, onların Allahın dinində davamiyyətli olması üçün və nəinki onların əleyhinə dua etmək. Sonra əziz qardaşlar, müəllif keçir övladların tərbiyəsində dördüncü əsasa və bu əsas da övladları zikirlə qorumaqdır. Övladları zikirlə qorumaq. Və burada müəllif qeyd edir ki, və bu böyük əsaslardan biri də məhz valideynlər öz övladlarını şəri zikirlərlə və həmçinin nəbəvi dualarla, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin etdiyi dualarla qorumağa həris olmalıdırlar. Hər bir valideyn şəriətdə varid olan zikirlərlə, eyni zamanda Peyğəmbər sallallahu aleyhi və səlləmin etdiyi dualarla öz övladlarını qorumağa həris olmalıdırlar və öz övladlarına həmin zikirləri oxumaqla onların qorunmasına həris olmalıdırlar. Fikir verirsiniz? Çünki belə olduğu təqdirdə, əziz qardaşlar, mütləq övladların üzərində həm qorunma, həm islah olunma və həm də onların fitnələrdən və şərlərdən salamat qalmaları baş verəcək. Əgər hər bir valideyn şəriətdə gələn zikirlərlə öz övladlarını qorumağa həris olarsa, can atarsa, məhz bunun sayəsində Allah Teala onları həm qoruyacaq və həmçinin onların islah olunmasına müvəffəq edəcək, eləcə də onların fitnələrdən və şərlərdən salamat qalmasına Allah Teala müvəffəq edəcəkdir. Diqqət edin, əziz qardaşlar, şəriət hətta övlad olmamışdan qabaq övladın qorunmasını
bizə bildirmişdi. Allahın dini. Fikir verin, valideynlərə övladları dünyaya gəlməzdən əvvəl məhz onları qorumağa əməl etmək şəriət bizə bildirmişdi, xəbər vermişdi. Necə ki, bu barədə İbn Abbasdan hədis varid olmuşdu. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, onlardan bir nəfər öz həyat yoldaşının yanına yaxınlaşarkən və həyat yoldaşı ilə yaxınlıq etmək istədikdə Bismillah, Allahümmə cənnibnə şeytan və cənnibiş şeytanə mə razaqtənə və bu zikri söyləsin. Və bu duanı söylədiyi təqdirdə onların arasında bu zikirdən sonra dünyaya gələn bir evlad olarsa, Allah Taala'nın təqdiri ilə bir evlad dünyaya gələrsə və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, şeytan ona heç bir zərər verə bilməz. Diqqət edirsiniz, olduqca önəmli məsələdir, əziz qardaşlar. Fikir verin, hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, Bismillah, Allahümmə cənnibnə şeytan və cənnibi şeytanə mə razaqtənə. Yəni, hədisdə keçən duada mənası budur ki, Allahım, şeytanı bizdən uzaqlaşdır və şeytanı bizə bəxş edəcəyin, bizə ruziləndirəcəyin o övladdan da uzaqlaşdır. Və hədisdə zikr olunan, duada zikr olunan bu ifadəyə diqqət edin. Və cənnibi şeytanə mə razaqtənə. Yəni, Allahım, bizim üçün, yəni bizə bəxş etdiyin, bizə ruziləndirdiyin o evladı, şeytanı ondan uzaq et. Və deyir ki, bu dua övladlar üçün ən mühüm və ən böyük dualardan biridir ki, o övladların qorunmasında əsas rol oynayır. Və insan bu duanı edərsə və bu həmin övladın dünyaya gəlməsində, onların şeytandan qorunmasında və həmçinin şərdən və şeytanın tələsinə düçar olmaqdan, salamat qalmaqda ən böyük roldur bu dua. Ona görə müsəlman bu məsələyə diqqət yetirməlidir. Əziz və dəyərli qardaşlar. Və sonra, əziz qardaşlar, Allah subhanahu və teala valideynlərə övlad bəxş etdikdən sonra yenə də valideynlərə yaraşan hal odur ki, övladlarını davamlı şəkildə qoruyucu dualarla, qoruyucu zikirlərlə onları bu şəkildə qorumalıdırlar. Necə ki, evlad dünyaya gəlməmişdən əvvəl Allaha dua etməlidirlər ki, Allah Taala onlara verilən, bəxş olunan o övladı şeytandan uzaq etsin və həmçinin Allah Taala övladlara, valideynlara övladlar bəxş etdikdən sonra da o valideynlərə yaraşan hal odur ki, mütləq onlar övladlarını davamlı zikirlərlə, davamlı qoruyucu dualarla nəzarətdə saxlamalıdırlar. Necə ki, fikir verin, Peyğəmbər sallallahu aleyhi və səlləm Həsən və Hüseyin, Allah hər birinə razı olsun, Həsən və Hüseynə dua edərdi və onların hər ikisini Allaha sığındırardı. Onlar üçün dua edərdi ki, Allah Teala onları qorusun. Onların hər ikisini Allaha sığındırardı. Diqqət edin, Rasulullah sallallahu aleyhi və səlləm onlar üçün belə dua edərdi. U'idukumə bi kəlimatillahi təmmə min kulli şeytani və həmmə və min kulli aynin ləmmə. Rasulullah sallallahu aleyhi və səlləm bu duada buyurur ki, sizi hər bir şeytandan və zərərli həşaratlardan və yaxud da ki, zəhərli həşaratlardan və eləcə də hər bir pis gözdən qoruması üçün məhz Allahın tam kəlmələrinə sığındırıram. Görün, necə gözəl duadır. Və sonra belə deyərdi. Deyərdi ki, atanız, yəni İbrahim əleyhissalamı qəsd edir. Atanız İbrahim də öz övladları İsmail və İshaq üçün bununla dua edərdi. Beləcə dua edərdi. Baxın, əziz qardaşlar, övladlar üçün mütləq uşaqlıqdan, kiçiklikdən onları Allaha sığındırmaq lazımdır. Dua etmək lazımdır ki, Allah Teala onları qorusun. Hər cür bədnəzərdən, hər cür zərərli həşaratlardan, şeytanlardan Allah Teala onları qorusun. Ona görə dəyərli qardaşlar, hər bir müsəlman bu məsələyə də önəm verməlidir, diqqət yetirməlidir. Hər bir ana və ata. Sonra dəyərli qardaşlar, övlad artıq böyüdükcə,
buluq çağına yetişdikcə valideynlər övladlarına kiçik yaşlarından mübarək Peyğəmbər sallallahu aleyhi və səlləmin zikirləri ilə onları öyrətməyə can atmalıdır. Peyğəmbərin zikirləri ilə, Peyğəmbərdən varid olan zikirlərlə övladlarını öyrətməyə həris olmalıdır. Necə ki, gün ərzində olan zikirlərlə, sabah və axşam zikirləri kimi və həmçinin gündəlik evə daxil olanda, evdən çıxdıqda, eləcə də yemək yedikdə, yeməkdən sonra, paltar geyindikdə, paltar çıxartdıqda və mütləq bu duaları valideyn öz övladına öyrətməlidir, aşılamalıdır ki, və belə olduğu təqdirdə də uşaq hər bir halında məhz Allahı zikr etməyə artıq alışqan olacaqdır. Və o böyüyəndə də bu hal üzərində böyüyəcək. Allahı zikr edən hal üzərində böyüyəcək. Ona görə dəyərli qardaşlar, belə olduğu halda baxın, bu zikirlərin və bu duaların sayəsində də məhz Allah Taala o valideynlərin övladlarına həm afiyyət bəxş edəcək və həm onları hər cür bəladan və şərdən uzaq edəcəkdir. Beləliklə Allah Taala deyir, bütün işlərində onların xeyir və bərəkət hasil edəcəkdir. Bəli, əziz qardaşlar, hər bir mömin, hər bir müsəlman, hər bir ata-ana öz övladlarına şəriətdə gələn zikirləri aşılamalıdır və onları o zikirlərlə qorumalıdır. Zikirlər bir qaladır və o qala ilə onları qorumalıdır. Necə ki, körpəliyindən, böyüyəndə və hətta onun təbiətinə bu alışqanlıq olsun, təbiətində. Sonra dəyərli qardaşlar, müəllif bununla deməli övladların tərbiyəsi ilə bağlı olan məsələnin dördüncü əsası sona çatdırdı. Allahdan istəyirəm bizim hər birimizin övladlarını əməli salihlərdən etsin. Allah Taala müsəlmanların övladlarını xeyir üzərində, salih əməllər üzərində böyüməyi nəsib etsin. Allahdan diləyirəm bizim və valideynlərimizin günahlarını bağışlasın. Allah Taala bizim hər birimizə Allahın kitabı və Peyğəmbərin sünnəti üzərində sabit qədəm olaraq yaşamağı nəsib etsin. Allah Taala bizim valideynlərin günahlarını bağışlasın və eyni zamanda Allahdan istəyirəm ki, iman üzərində yaşayıb, iman üzərində hər birimizə ölməyi müvəffəq etsin. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.